Blok imtahanına qədər biologiyaya aid məsələlər izah edəcəm. Bugün ilk günümüzdür. İlk məsələmiz də qan damar sisteminə aiddir. İnsanda ürəyin 0,4 saniyəlik sikl şəraitində 100 nəbz vurğusu baş verib. Bu zaman müddətində ürək siklinin 3-cü fazasına sərf olunan vaxt, 2-ci fazaya sərf olunan vaxtdan neçə saniyə çox olur? Biz burada əvvəlcə vaxtı tapmalıyıq. Yəni sikl düsturuna əsasən sikl bərabər idi vaxt bölünsün vurğuya. Vaxt nəyə bərabər olacaq? Vaxt da bərabər olacaq sikl vurulsun vurğu. Buradan sikl 0,4 saniyədir. Vurğumuz 100-dür. 0,4-ü də 100-ə vuranda eləyir neçə saniyə? 40 saniyə. Və buradan artıq biz vaxtı tapdıq. İndi deyir ki, 40 saniyə müddətində 3-cü fazaya sərf olunan vaxt, 2-ci fazaya sərf olunan vaxtdan neçə saniyə çox olur? Biz bunu elə 0,8 saniyəlik siklda bilirik ki, 3-cü faza, yəni ürəyin ümumi diastolası çəkir 0,4 saniyə. İkinci faza isə mədəciklərin sistolasıdır. Mədəciklərin sistolası isə çəkir 0,3 saniyə. Bizə bu iki faza arasında fərqi soruşduğuna görə eləyir 0,1 saniyə. Onda tənasümümüzü belə qururuq. Əgər 0,8 saniyəlik sikl şəraitində 3-cü fazaya sərf olunan vaxt, 2-ci fazaya sərf olunan vaxtdan 0,1 saniyə fərqli olursa, onda 40 saniyə müddətində bu fərq neçəyə bərabər olur? Buradan da tapırıq ki, x-i, yəni 40-ı 0,1-ə vurub 0,8-ə bölsək, eləyəcək 5 saniyə. Cavab oldu 5 saniyə.